qadının və yaxud kişinin bir dənə tutaq ki, əsas eybi var ki, ona kişi dözə bilmir məsələn. Məsələn, sən analiz etsən, desən, mən başqa hər şeyə dözürəm, hər şeyə. Bunun bir dənə bu xasiyyətinə dözə bilmirəm. Əsəbləşdirir bəni. Bunu bir söz nə deməkdir? Yəni, sən 90% səbirli adamsan, 10% səbirsizsən. O bir dənə xasiyyət sənə onu çatdırmaq istəyir ki, bu 10% də düzəlt. Bu 10% də düzəlt. Sən qabartma ki, sən niyə bu vəziyyətdəsən? Bunu başa düşdük, o da islah eləməlidir, o nöqsanını. Mən demirəm ki, nöqsanlar qalmalıdır ki, bizi... O nöqsanını islah eləməlidir. Amma sən bilməlisən ki, bax, sənin ailəndə, yoldaşında olan bu mənfi xüsusiyyət ki, buna ən çətindir sənə dözmək, səni hər an tərbiyə eləmək üçündür, islah eləmək üçündür. Peyğəmbər xanımlarından əziyyət çəkib. Oxumusunuz da tarixdə. Oxumuram ki, yaxşı çıxmaz. Yəni, nə qədər Peyğəmbərə bəzi xanımları əziyyət veriblər. Həzrəti Əlinin bir xanımı çox əziyyət verib ona. Məhəmməd Hənəfiyyənin anası narahat olub. Yəni, çox əziyyət verib, biraz şişirtməyim, haqqını tapdalamayım. Amma Həzrət Əli əleyhissalam narahat eləyib. Məhəmməd Hənəfiyyədə olan bəzi nöqsanları da Həzrət Əli deyib ki, anasından irsalıb. Və həmin o Məhəmməd Hənəfiyyənin oğlu Həzrət Əlinin nəvəsi keçən dəfə dedi, gəzirdi küçələr, deyirdi ki, heç mən bilmədim, haqq Əli ilə, deyə Muaviyyə ilə. Həmin onun oğlu. Həmin Həzrət Əlinin nəvəsi. Övliyaların da ehtiyacı var. Allah vəlilərinin də ehtiyacı var buna ki, qadın vasitəsi ilə təkamülləsinlər. Düzdür, milyarddan 100 milyarda gedir, biz sıfırdan 100-ə. İndi sıfır sizə özümə deyirəm, siz olun məsələn, xətrinizə dəyməsin məsələn, 1000-dən 10.000-ə hərəkətin çıxış nöqtəsi var. Amma məsumdur, övliyalardır, onların da təkamül eləməyə ehtiyacı var. Qadın vasitəsi ilə də, qadın da təkamül vasitəsidir. İnkişaf, mənəvi inkişaf fərqliliklərin bətnində gizlənib. Deməli, hazır olmalıyıq fərqliliklərə. Evlənir, deyir, vay, bu nə xəsiyyətdir, bilsəydim almazdım bunu. Mənim bundan filan xasiyyətimdən xoşum gəlmir. Elə Allah belə istəyib ki, sənin xoşun gəlməyən filan xasiyyət onda olsun. Sən istəyirsən elə hər şey sənin istədiyin kimi olsun həyatda. Sən nə qədər özünü sevən adamsan ki, istəyirsən ki, tam sənin istədiyi uyğun olsun. Bəli, sənin xoşuna gəlməyən bir neçə xasiyyət onda olmalıdır. Özdə ən münasib xoşuna gəlməyən xasiyyətlər. Hansılar ki, sənə lazımdır. Bir qadında bir nöqsan görsə, qadın kişidə bir nöqsan görsə, təbəssümlə. Təbəssümü yadından çıxartmasın, gülə-gülə. Gülə-gülə desin ki, səndə olan bu xasiyyətdən mənim xoşum gəlmir. Çalış sən bu xasiyyəti düzəldəsən, düzəltməsən də mən çalışıram ki, bu xasiyyəti və dözüm. Bu, həyat budur. Düzəldəcəksən, özünü inkişaf edəcəksən, düzəltməyəcəksən, mən sənin hesabı və inkişaf edəcəm.